Salam dostlar, MHM Tədris Mərkəzinin riyaziyyat test toplusunun yeni nəşrindən çox ədədlərin vuruqlara ayrılması bölməsinin 3-cü testinin suallarına baxaq. Birinci sual belədir. Deyilir ki, verilmiş bu çox ədədini vuruqlara ayırın. Dərhal biz verilmiş bu misalı olduğu kimi köçürək. 27 vurulsun x üstəgələk y, üstəgələk x üstəgələk 4, y-in üstü 4. O da bərabərdir. X üstəgələk y-i ortaq vuruq çıxartsaq, yerdə qalar 27 üstəgələk x üstəgələk y-in kubu. O da bərabərdir. Altdan yazaq. X üstəgələk y vuraq. Baxın 27 3-ün kubudur. Olar onda 3-ün kubu üstəgələk x üstəgələk y-in kubu. O da bərabərdir. X üstəgələk y vuraq. Burada isə kublar cəmidir. Birinci üstəgələk ikinci, yəni x üstəgələk y üstəgələk 3. Sonra birincinin kvadratı, yəni x üstəgələk y-in kvadratını yaza bilərik. Çünki toplananın yeri dəyişdikdə cəm dəyişmir. Yəni x kvadratı üstəgələk 2x y üstəgələk y kvadratı. Birinci, ikinci çıxaq birinci, ikinciyə hasilə. Yəni 3x, mənfi 3x çıx 3y üstəgələk ikincinin kvadratı, yəni 3-ün kvadratı 9. Və biz bu şəkildə vuruqlara ayırmış olduq və deyir ki, çox ədədinin vuruqlarından biri aşağıdakılardan hansıdır? Buradan baxırıq ki, 3-cü mötərizənin içindəki ifadə E bəndinə uyğun gəlir. İkinci suala baxaq. İkinci sualda deyilir ki, yenə də verilmiş çox ədədin vuruqlarından biri aşağıdakılardan hansıdır? Yazaq 2 vurulsun x çıxaq y-in kubu, çıxaq 54 vuraq y-in kubu. 2-ni ortaq vuruq çıxartsaq qalar x çıxaq y-in kubu, çıxaq 27 y-in kubu. O da bərabərdir. 2 vuraq x çıxaq y-in kubu, çıx 3 y-in mötərizə üstü kubu. O da bərabərdir. Yenə kubular fərqinə gəlib çıxdıq. Necə açırdıq? Birinci çıxaq ikinci. Sonra birincinin kvadratı, yəni x çıxaq y-in kvadratı eləyir. Birincinin kvadratı çıxaq birincinin ikinciyə hasilə iki misli üstəgələ ikincinin kvadratı. Üstəgələ birincinin ikinciyə hasilə, yəni 3y vurulsun x çıxılsın y və üstəgələ ikincinin kvadratı. O da bərabərdir. Alarıq 2 vurulsun x çıxılsın 4y. Sonra x kvadratı çıxaq 2xy üstəgələk y kvadratı üstəgələk 3xy çıxaq 3y kvadratı üstəgələk 9y-in kvadratı. O da bərabərdir. 2 vurulsun x çıxaq 4y. Deməli olur x kvadratı. Baxaq x kvadratı 3xy mənfi 2xy. Topladıqda müsbət xy. Sonra y kvadratı üstəgələk 9y kvadratı 10y kvadratı 3-də çıxanda olar müsbət 7y-in kvadratı. Və doğru cavab olar deməli bu şəkildə. İndi deyir, çox ədədli vuruqlarından biri aşağıdakılardan hansıdır? Biz baxdıqda görürük ki, ikinci mötərizə C bəndində var. İndi isə üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, x bərabərdir 3-də 13 olarsa, verilmiş bu ifadənin qiymətini tapın. Baxın, yazıram. X çıxaq 5-in kubu, çıxılsın 3 vuraq x çıxaq 5-in kvadratı, sonra üstə gələk 3 vurulsun x çıxılsın 5, üstə gəlinsin 1. Daha doğrusu çıxılsın 1. İndi diqqətlə baxsaq, bu iki həddin fərqinin kubunun açılışıdır. Birincinin kubu çıxaq, birincinin kvadratı vuraq ikinci, yəni 1 və onun 3 misli. Üstə gələk 3 vurulsun, deməli, birinci vurulsun ikincinin kvadratı və çıxılsın ikincinin kubu. Onda yazarıq x çıxaq 5 çıxılsın 1-in kubu. Beləliklə alarıq nə? X çıxılsın 6-nın kubu, o da bərabərdir. X-in qiyməti 3-də 13-dür, çıxaq 6-nın kubu, o deyir 3-də 13 çıxılsın 16-nın mötərizə üstü kubu, o deyir mənfi 3-də 5-in kubu, o da mənfi 27-də 125 edər. Və doğru cavab olar A bəndi. Dördüncü suala baxaq. Dördüncü sualda deyilir ki, verilmiş bu ifadəni deməli vuruqlara ayırın. Yazaq. X kvadratı çıxaq 4x üstəgələk 6, çıxılsın 5 vurulsun. X kvadratı üstəgələk 4x üstəgələk 6, üstəgələk 6. O da bərabərdir. Baxın, bu elə 2 ədəd tapın ki, vuranda müsbət 6, toplayanda isə mənfi 5 eləsin. Bu mənfi 2 və mənfi 3 olar, bu da mənfi 2 vurulsun mənfi 3 olar. Deməli, onda ifadəni biz yazası olsaq, yazmalıyıq ki, birincidə x kvadratı üstəgələk 4x üstəgəl 6-dan 2 çıxmalıyıq. Bir dəfə də x kvadratı üstəgələk 4x üstəgələk 6-dan deməli 3 çıxmalıyıq. O da bərabərdir. Alarıq. X kvadratı üstəgələk 4x üstəgələk 4. İkinci mötərizədə isə x kvadratı üstəgələk 4x üstəgələk 3. O da bərabərdir. Birinci mötərizə x üstəgələk 2-nin kvadratının açılışıdır. İkinci mötərizə isə x üstəgələk 1 və x üstəgələk 3 şəklində vuruqlara ayıra bilərik. Və doğru cavab E bəndi olar. Sonra 5-ci suala baxaq.
Beşinci sualda deyilir ki, yenə də bu çoxhədlisini vuruqlara ayırın. Dərhal yazaq. Deməli, 6 vurulsun x üstə gələk 3-ün kvadratı çıxılsın 7 vurulsun x üstə gələk 3 çıxılsın 5. O da bərabərdir. X üstə gələk 3-ü bir dənə t əvəzləməsi aparsaq əgər, onda nə alarıq? 6t kvadratı çıxaq 7t üstə gəl 5, o da bərabərdir. Vuruqlara ayırsaq 6t-ni yazarıq 3t, 6t kvadrat olması üçün. Digər mötərizədə isə 2t. İndi müsbət 5 almaq üçün biz nə etməliyik? Deməli, bir hissəsi olmalıdır mənfi. Bağışlayın, bura mənfi 5 imiş. Yəni müsbət 5 yazmışam burada. Deməli, mənfi 5 almaq üçün yazmalıyıq 3t çıxılsın 5 və 2t üstə gəlinsin 1 olar. O da bərabərdir. İndi baxaq, t-nin yerinə x üstə gələk 3 qoysaq, 3-ə vursaq, 3x üstə gəl 9 çıxılsın 5. Deməli, t-nin yerinə x üstə gələk 3 qoyduqda 2x üstə gələk 6 üstə gələk 1. Beləliklə alarıq. 3x üstə gəl 4 vurulsun, 2x üstə gəlinsin 7. Və bu ifadə bizə C bəndində verilib. Deməli, doğru cavab olar C bəndi. 6-cı suala baxaq. 6-cı sualda deyirik ki, x üstü 2m üstə gəlinsin 2 vurulsun x üstü m çıxılsın 8. Biz bunu nə cür yazarıq? X üstü m çıxaq 4, daha doğrusu üstə gəl 4 və x üstü m çıxılsın 2 şəklində vuruqlara ayırarıq ki, doğru cavab da D bəndi edər. 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, yenə x çıxılsın, x kvadratı çıxaq 8-in kvadratı üstə gələ 3 vurulsun, x kvadratı çıxaq 8 çıxılsın 4, o da bərabərdir. X kvadratı çıxılsın 8, bax buna əgər bir t desək, onda olar t kvadratı üstə gələ 3 vurulsun, t çıxılsın 4. İndi biz vuranda 2 ədəd axtarmaq ki, vuranda mənfi 4, toplayanda müsbət 3 eləsin. Bu isə müsbət 4-dən mənfi 1 ola bilər. Həqiqətən də 4 dəfə müsbət 4-ün üstə mənfi 1 gələndə də müsbət 3 eləyir. Deməli, onda açılış olmalıdır. X kvadratı çıxaq 8-dən 8-in üzərinə bir dəfə 4 gəlməliyik. Bir də x kvadratı çıxaq 8-dən bir dəfə də 1 çıxmalıyıq. Beləliklə alarıq x kvadratı çıx 4 və x kvadratı çıx 9. Burada da hər iki mötərizənin içindəki ifadələr kvadratlar fərqidir. Onlar da atsaq x çıx 2, x üstə gəl 2, sonra x çıx 3 və x üstə gəl 3. Beləliklə 4 dənə belə vuruq şəklində deməli biz vuruqlara ayıra bilərik. Hansı biri deyil? Baxırıq cavab C bəndi. Çünki bunların içərisində x çıxaq 4 olanı yoxdur. Sonra 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, verilmiş çoxhədlisin vuruqlarından biri aşağıdakılardan hansıdır? Yazaq x kvadratı çıxılsın 4y kvadratı çıxaq 2x üstə gəl 1. Nə edəyək? Bu mənfi 4y kvadratını keçirdə ən arxaya. Onda olur x kvadratı çıxaq 2x üstə gələk 1 çıxaq 4y kvadratının əvəzində də yazaq 2y-in mötərizə kvadratı. Beləliklə x çıxılsın 1-in kvadratı çıxaq 2y-in mötərizə kvadratı. Və biz kvadratlar fərqi alırıq. Bir dəfə x çıxaq 1-dən 2y çıxırıq, bir dəfə də x çıxaq 1-in üzərinə 2y gəlirik. Biraz da sərgəli formada yazsaq, x çıxaq 2y çıx 1 və x üstə gəl 2y çıx 1 şəklində ifadələr almış olarıq. Aşağıdakılardan deyir, hansı bu çoxhədin vuruqlarından biridir. Biz baxırıq ki, x üstə gələk 2y çıxılsın 1 C bəndində var. Sonra 9-cu suala baxaq. 9-cu sualda deyir ki, çoxhədlisinin vuruqlarından biri. Deməli, ilk öncə bu ifadəni biz vuruqlara ayırmalıyıq. İlk ikisindən x kvadratına ortaq vuruq çıxardırıq, qalır x üstə gəl 2. Növbəti yerdə qalan ikisindən də 3-ü ortaq vuruq çıxarsaq, olur 3 vurulsun x üstə gəl 2. O da bərabərdir. X üstə gələ 2-ni də ortaq vuruq çıxarsaq, x kvadratı üstə gələ 3 olar. Çoxhədlisinin vuruqlarının dərəcəsi böyük olanın əmsalları. Dərəcəsi böyük olan x kvadratı üstə gələ 3-dür. Əmsalları x kvadratının əmsalı 1, sərbəst ədəd isə 3-dür. Birin üstə 3 gəldikdə 4 almış olarıq. Yəni doğru cavab E bəndi olar. 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, çoxhədlisini vuruqlara ayırın. Baxın, diqqətlə baxanda görürük ki, burada kvadratlar fərqidir. Ona görə birbaşa yazaq. Birincinin üzərinə ikincini gəlirik. Yəni A üstə gəl B çıxaq C-nin üzərinə gəlirik. A çıxaq B üstə gəl C-ni. Və sonra da birinci mötərizədən, yəni A üstə gələk B çıxılsın C-dən çıxıram ikincini. Çıxaq A üstə gəl B çıxılsın C. Beləliklə biz nə alırıq? Mənfi B, müsbət B və mənfi C ilə müsbət C islah olur. Yerdə qalır 2A vuraq. İkinci mötərizədə görək nələr islah olur. Ancaq A-lar. Bir də alırıq burada 2B çıxılsın 2C. 2-ni də ortaq vuruq çıxarsaq, onda 4A vurulsun mötərizə içində B çıxılsın C.
cavabını almış olarıq və doğru cavab olar D bəndi. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, belə bir bərabərlik doğrudur və bu ifadənin fərqini deməli tapın. Tapaq. Bunun üçün nə edək? Birinci, hər iki tərəfi, yəni bax bu verilmiş birinci bərabərin hər iki tərəfini kvadrata yüksəldək. Kvadrata yüksəldikdə olur. Birincinin kvadratı x çıxaq, birincinin ikinci hasilinin 2 misli, yəni 2 vurulsun kök atı x, y, üstəgələ ikincinin kvadratı y. O da bərabərdir 1. İndi baxaq, x üstəgəl y çıxılsın 2 vurulsun kök atı x, y-in qiyməti 6-dır, o da bərabərdir 1. Beləliklə x üstəgələ y-ə biz almış olarıq. Neçə? 13. İndi biz x üstəgələ y-i necə aça bilərik? Kök altında deməli x üstəgələ kök altında y-in kvadratı çıxılsın 2x kök altında x, y şəklində aça bilərik. Beləliklə 13 bərabərdir. Kök altında x üstəgələ kök altında y-in kvadratı çıxılsın 2 vurulsun 6. Buradan kök altında x üstəgələ kök altında y-in kvadratına biz 25 alırıq. Və kök altında x üstəgələ kök altında y-ə cavab 5 tapmış olarıq. Beləliklə x kvadratı çıxaq y kvadratını tapsaq, vuruqlara ayırarıq. X üstəgələ y vurulsun, x çıxılsın y. O da bərabər x üstəgələ y vuraq, x çıxaq y-ə açarıq. Kök altında x çıxaq kök altında y və kök altında x üstəgələ kök altında y. O da bərabərdir. X üstəgələ y-in qiyməti 13. Kök altında x çıxaq kök altında y-in qiyməti olar misal şərtində 1 və kök altında x üstəgələ kök altında y-in qiyməti isə 5. Beləliklə 3-ünün hasili bizə 65 cavabını vermiş olar. Sonra gəlin 12-ci suala baxaq. 12-ci sualda deyilir ki, verilmiş x üstəgəl y çıxaq z bərabərdir 10 və x, y çıxaq x, z çıxaq y, z bərabərdir 16 olarsa, x kvadrat üstəgələ y kvadrat üstəgələ z kvadrat cəmini tapın. Bunun üçün nə edirik? Birinci bərabərliyin hər iki tərəfini kvadrata yüksəldirik. Baxın, birincinin kvadratı, ikincinin kvadratı, üçüncünün kvadratı, sonra üstəgələk hər birinin 2 misli. Özü bunları cüt-cüt vururuq. Deməli, 2 vurulsun mötərizədə x, y, x-i mənfi z-ə vuranda mənfi x, z, y-i mənfi z-ə vuranda mənfi y, z. O da bərabərdir 100. Baxaq, bu ifadənin də qiyməti 16-dır. Beləliklə, x kvadrat üstəgələ y kvadrat üstəgələ z kvadratı bərabərdir. 2 dəfə 16 32, 100-dən 32 çıxanda qalır 68 və doğru cavab da olur C bəndi. Sonra 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, verilmiş bu çoxhədlisinin vuruqlarından biri aşağıdakılardan hansıdır? Dərhal yazaq. 4x kvadratı çıxaq, y kvadratı çıxaq, 4y çıxaq, 12x üstəgəl 5. O da bərabərdir. Baxın, 4x kvadratını yazaram, 2x'in kvadratı çıxaq. 12x'i yazaram, 2 vurulsun, 2x vuraq 3. Sonra nə olmalıdır üstəgələ? Üstəgələ ikincinin kvadratı, yəni 9. Mənfi 3-ün kvadratı müsbət 9 edir. Sonra mənfini ortaq vuruq çıxaracaq. Y kvadratı üstəgələ 4y, üstəgəl 4 yazmalıyıq. Baxın, mötərizəni açanda mənfi y kvadratı, mənfi 4y, 9-dan da 4 çıxanda 5 qalır. Deməli, biz tamamilə bu artıq belə bir ifadəni formaya salmış olarıq. Birinci ilk 3 hədd bizə verir. Deməli 2x, yəni bunu səlqəyinə yazaq. 2x çıxılsın 3-ün kvadratı, çıxaq y üstəgələk 2-nin kvadratı. O da bərabərdir. Kvadratlar fərqi olduğuna görə 2x çıxaq 3-dən bir dəfə y üstəgələk 2-ni çıxırıq. Bir dəfə də 2x çıxaq 3-ün üzərinə y üstəgələk 2-ni əlavə edirik. Beləliklə, onlar 2x çıxaq y çıxaq 5 və 2x üstəgəl y çıxılsın 1. Bu şəkildə cavabı almış olarıq. Deyək ki, vuruqlardan biri aşağıdakılardan hansıdır? Elə A bəndinə baxdıqda 2x çıxaq y çıxılsın 5 cavabını almış olarıq. Sonra 14-cü suala baxaq. 14-cü sual gəlin buradan yazaq. 14-cü sualda deyilir ki, m kubu üstəgələk n kubu bərabərdir. Daha doğrusu m kubu üstəgələk 3m kvadratı n bərabərdir 39 və n kubu, gəlin toplananların yerini dəyişək. Yəni 3n kvadratı m üstəgələk n kubu da bərabərdir 25. Beləliklə m üstəgələk n-i tapmaq tələb olunur. Alt-alta toplasaq, bağışlayın. Alt-alta toplasaq nə alırıq? Alt-alta toplasaq alırıq. M kubu üstəgələk 3m kvadratı n üstəgələk 3n kvadratı m üstəgələk n kubu bərabərdir 64. Sol tərəfdəki ifadə m üstəgələk n-in mötərizəsi kubunun açılışıdır. Bərabərdir 64. Beləliklə m üstəgələk n 3-cü dərəcədən kök alsaq 64-dən kök 4 çıxar. Deməli m üstəgələk n cəmi 4-ə bərabər olar. Sonra 15-ci suala baxaq. 15-ci sualda deyilir ki,
Verilmiş bu çoxədlisinin vuruqları ayrı. Dərhal yazaq. X kvadrat y üstəgələ y üstəgələ x kvadratı çıxaq 2x y çıxaq 2x üstəgəl 1. O da bərabərdir. Nə edək? Baxın, buradan x kvadrat çıxaq 2x üstəgələ 1'i bir ayıraq. Yazaq x kvadratı çıxaq 2x üstəgələ 1 üstəgələ yerdə qalanlara baxaq. X kvadratı çıxaq 2x y və bir dənə də üstəgələ y. O da bərabərdir. İlk 3 hədd x çıxaq 1'in kvadratıdır. Yerdə qalan növbəti 3 həddən də biz burada bir y olmalıdır. Baxın, y-i ortaq vuruq çıxarsaq, onlar x kvadratı çıxar 2x üstəgələ 1. Yenə x çıxaq 1'in kvadratını alırıq. Beləliklə onda x çıxaq 1'in kvadratını ortaq vuruq çıxarsaq, x çıxaq 1'in kvadratı vuraq, y üstəgələ 1 qalar ki, doğru cavab da bizə C bəndi verər. C bəndini verər. Sonra 16-cı suala baxaq. 16-cı sualda da yenə vuruqlara ayırmadır. Belə deyir ki, çoxadlı vuruqlarından biri aşağıdakılardan hansıdır? Dərhal yazırım x kvadratı. Baxın, burada çıxaq 2x var. Üstəgələk nə olmalıdır? Üstəgələk 1. Sonra mənfi y kvadratı üstəgələk 4y. Deməli, müsbət 1 varsa, 1'in mənfi 3 olması 4'ün çıxmalıyıq. Deməli, birinci ilk 3 ədəd bizə verir x çıxaq 1'in kvadratını. Mənfini ortaq vuruq çıxarsaq, y kvadrat çıxaq 4y üstəgələk 4 almış olarıq. Beləliklə, x çıxaq 1'in kvadratı çıxaq y çıxılsın 2'nin kvadratını alarıq. Buradan da kvadratlar fərqinə gəlib çıxmış olaraq. Bir dəfə x çıxaq 1'in üzərinə y çıxaq 2 əlavə edirəm. Bir dəfə də x çıxaq, gəlin onu buradan yazaq. Buradan x çıxaq 1'in üzərinə, x çıxaq 1'in üzərinə gəlirik y, bağışlayın, çıxırıq, y çıxaq 2'ni. O da bərabərdir. Olur x üstəgəl y çıxaq 3 birinci mötərizədə, x çıxaq y üstəgəl 1 də olur ikinci mötərizə. Deyir ki, çoxədlisinin vuruqlarından biri aşağıdakılardan hansıdır? Baxırıq ki, x üstəgəl y çıxaq deməli 3 B bəndində var. Sonra 17-ci sualda deyilir ki, bu çoxədlisinin vuruqlara ayrılışında hansı vuruq yoxdur? Baxın, x üstü 4'ü birbaşa x kvadratının kvadratı şəklində yazaram. Çıxaq 13 vurulsun x kvadratı üstəgələk 36. Fikirləşirəm ki, elə 2 ədəd tapmaq olarmı ki, vuranda müsbət 36, toplayanda isə mənfi 13 eləsin. Bəli, tapmaq olar. X kvadratı çıxaq 4, x kvadratı çıxaq 9 şəklində vuruqlara ayırsaq, mənfi 4 üstə mənfi 9 gəlib, x kvadratına vursaq mənfi 13, x kvadratı, mənfi 4'ü mənfi 9'a vurduqda isə müsbət 36 almış olarıq. X kvadratı çıxaq 4'ü, x çıxaq 2, vuraq x üstəgələk 2 şəklində, x kvadrat çıxaq 9 isə x çıxaq 3, x üstəgələk 3 şəklində vuruqlara ayıra bilərik. Baxırıq ki, bu halda C bəndində, yəni C bəndinə uyğun cavab, yəni x çıxaq 6 vuruğu vuruqlara ayrılışda yoxdur. İndi isə 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, və 2x kvadratı üstəgələk y kvadratı üstəgələk 2xy üstəgələk 2x üstəgələk 1 bərabər 0 olarsa x çıxıq y fərqini tapın. Baxın, 2x kvadratını biz vuruqlara deməli 2 hissəyə bölsək, x kvadratı üstəgələk x kvadrat şəklində yazsaq, onda yerdə nə qalır? X kvadratı üstəgələk 2xy üstəgələk y kvadratı. Və yerdə qalır onda x kvadratı üstəgələk 2x üstəgələk 1 bərabərdir 0. İlk 3 hədd bizə x üstəgələk y-in kvadratını verir. Yerdə qalan növbəti 3 həddi isə bizə x üstəgələk 1'in kvadratının açılışını verir. Deməli, bağlanışını verir. Beləliklə, baxırıq ki, kvadratlar cəmi 0-a bərabərdir. Bu o halda mümkündür ki, hər iki mötərizənin qiyməti ayrı-ayrılıqda 0 olsun. Bunun üçün ikinci mötərizədə x-in yerinə mənfi 1 qoyuruq. Onda x-in yerinə mənfi 1 qoysaq, gərək onda y-imiz müsbət 1 olsun. Bax, bu bərabər 0 yazarıq və y-də də biz müsbət 1 alırıq. Beləliklə, x çıxaq y-i tapdıqda mənfi 1 çıx 1 eləyər mənfi 2. Doğru cavab mənfi 2 E bəndi olar. 19-cu suala baxaq. A üstəgəl B üstəgəl C cəmini 10 verir. A kvadrat üstəgələk B kvadrat üstəgələk C kvadratına 30 verir və bizə AB üstəgəl AC üstəgəl BC cəmini tapmaq tələb olunur. Biz buna görə birinci ifadənin hər iki tərəfini kvadrata yüksəldirik, alırıq. A kvadrat üstəgəl B kvadrat üstəgəl C kvadrat üstəgəl 2'ni ortaq vuruq çıxartsaq. AB, AC və BC bərabərdir 100. İndi baxın, bu kvadratlar cəminin qiyməti 30'dur. 30 üstəgələ 2 vurulsun. AB, AC və BC cəmləri bərabərdir 100. 100'dən 30 çıxsaq 70 qalar. Onda AB üstəgələ AC üstəgəl BC cəmini tapmaq üçün 70'i də 2'yə bölərik və cavab 35 olar. Doğru cavab 35, yəni B bəndi. Və bu testin də sonuncu sualına baxaq. Deməli, A B-dən böyük olduğu halda A vurulsun B 10'a bərabərdir
və a kvadratı üstə gələk b kvadratı 29 olarsa, a kubu çıxaq, b kubunu tapmaq tələb olunur. Deməli, neyniyək? Birinci, biz a kubu çıxaq, b kubunu vuruqlara ayırsaq, onlar a çıxılsın b, vurulsun a kvadratı üstə gələk b kvadratı, üstə gələk a b. Baxırıq ki, ikinci mötərizənin cavabı artıq hazırdır. Çünki a kvadratı üstə gələk b kvadratının qiyməti 29-dur, a b-nin qiyməti də 10-dur. Yəni biz toplasaq 39 edir. Bu mötərizənin cavabı 39-dur. Bəs a çıxaq b-ni nə cür tapmaq olar? Biz bilirik ki, a çıxılsın b-nin kvadratı bərabərdir a kvadratı üstə gələk b kvadratı çıxaq 2ab şəklindədir. Beləliklə, a çıxılsın b-nin kvadratı bərabərdir a kvadratı üstə gələk b kvadratının qiyməti 29-dur. Çıxaq 2 vurulsun ab-nin də qiyməti 10-dur. Beləliklə, a çıxılsın b-nin kvadratını alırıq 9 və buradan da a çıxılsın b-nin qiyməti müsbət 3 olar. Çünki cavabların heç birində mənfi 3 yoxdur. Onda özdə a da b-dən böyükdür. O şərtə görə də mənfisi olmaz. Beləliklə 3 vurulsun 39 bərabərdir 117 eləmiş olar. Doğru cavab E bəndir. Beləliklə biz çoxadların vuruqlara ayrılmasının 3-cü testinin bütün suallarına baxdıq. Ümid edirəm ki, həldə heç bir mexaniki səhvə yol verməmişəm. Əgər elə bir səhvlərlə qarşılaşsanız, videonun şərh bölməsində qeyd edə bilərsiniz. Sizdən xahişim həmişə kimi videonu bəyənmək, paylaşmaq, kanala abunə olmaq, olduqca mümkün qədər şərh yazmaq ki, YouTube alqoritması bu videoları daha çox qabağa çıxarsın və biz səsimizi çox insanlara çatdıra bilək. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.